Salam, gəlin oksijeşmə dərəcəsinə aid sualın izahına baxaq. 28-ci sualda gəlin baxaq. Deyir ki, manqan oksijeşmə dərəcəsi A, O4, iyonumuzun -2 yüklü. İkincidə isə manqan -7, oksigen 4 dənə, B yüklü maddəmizin A və B-ni müəyyən etməyi istəyir. Biz bu tip məsələ həllərində nəyə diqqət edirik? Manqan üzərində A, oksigen 4, iyonumuzun üstü -2. Diqqət etməli olduğumuz məqam budur ki, biz üzərlərinin oksijeşmə dərəcəsini ən sonda sıfıra deyil, verilən üstündəki iyona bərabər edəcək. Oksigenin bilirik ki, oksijeşmə dərəcəsi -2-dir. Toplayırıq cəmini A üzərinə gəlirik və oksijeşmə dərəcəsi mütləq şəkildə oksigenin sayına vurmalıyıq. Yazırıq -8 bərabərdir -2-yə. A çıxılsın 8 bərabərdir -2, A bərabərdir. -8-i bərabərliyin soluna keçirdiyimizdə olacaq -8, çıxılsın 2, bərabərliyində olur -6. Biz tapdıq ki, manqanın oksijeşmə dərəcəsi A bərabərdir -6. İkinci birləşmədə isə bizə görürük ki, cəmini B-yə bərabər eləmək istəyir. Manqan verib -7, toplayırıq. Oksigen bildiyimiz kimi -2-dir. Vururuq sayına, olur -8 bərabərdir B-yə. Biz B-ni tapırıq ki, B bərabərdir -7 çıxılsın 8, B də bərabər olur -1-ə. Bizim deməli yükümüz B bərabərdir -1-ə. Biz tapdıq ki, bizim A-mız -6, B -1 oldu. Cavab A variantı.